إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli müsəlmanlar, hörmətli qardaş və bacılarım, bugünkü mövzumuz Quran-ı Kərimdə şəriətin böyük məqsədləri barəsində olacaq və bu olduqca böyük bir mövzudur. Çünki biz bilirik ki, müsəlman etiqad edir ki, Allah hikmətsiz heç bir şəriət, yəni qayda qanunlarını hikmətsiz olaraq qoymayıb. Nə qoyubsa, hər birinin bir hikməti var. Nəyi əmr edibsə, bir hikmət üçün əmr edib və nəyi qadağan edibsə, yalnız bir hikmətə görə qadağan edib. Və beləcə Quran-ı Kərim əvvəlindən axırına kimi başdan ayağa bütünlüklə hikmətlərdən ibarətdir. Quran-ı Kərimdə əmr gördüyümüz zaman bilməliyik ki, burada müəyyən hikmətlər var. Birincisi, uca Allahın əmr edilən bu əməli sevməsidir. Bu hikmət Rəbbimizin özünə qayıdan bir hikmətdir. İkincisi, ey əməllə mükəlləf olunmuş bəndə, bil ki, Allahın bunu şəriət baxımından istəməsi və sənin bu əmri həyata keçirməyini əmr eləməsidir. Üçüncüsü isə, bu əmr edilən əməli yerinə yetirməkdə sənin üçün bir mənfəət var, fayda var, məsləhət var. Mənfəət həm axirətə, həmçinin də dünyaya aiddir. Axirətə aid olan faydalarından əmələ görə veriləcək savabı qazanmaq və ən böyük zəfər olan cənnətə daxil olmaq üçün bir səbəb olmasıdır. Həmçinin də dünya mənfəətlərindən odur ki, uca Allahın səni dünyada qoruması, yardım etməsi və dəstəkləməsidir. Və digər dünyavi faydalar var ki, biz onları bilə də bilərik, bilməyə də bilərik. Ona görə də biz Allahın bir bəndəsi olaraq bilməliyik ki, Quranda bir əmr gördüyümüz zaman bilməliyik ki, yalnız o bir hikmətə görədir. Və həmçinin də eyni ilə uca Allahın bizi bir şeydən, Quranda bizi bir şeydən çəkindirdiyi zaman qadağan etdiyini gördükdə bilməliyik ki, bu da həmçinin bir hikmətə görədir. Və dördüncüsü isə Allaha qayıdan bir hikmətdir. O da uca Allahın bu qadağan olunmuş şeyi sevməməsidir. Beşincisi isə Allahın şəriət baxımından bu qadağan olunmuş şeyin baş verməsini istəməməsidir. Altıncısı, bu qadağan olunmuş şey etməkdə sənin üzərinə düşəcək bir fəsadın, zərərin olmasıdır. Onu tərk etməkdə isə Allahın qadağasına cavab verərək həmin fəsadın, zərərin səndən dəf olunması və uzaqlaşdırılması var. Və bu dəf olunan fəsadlardan axirətə aid olanı var və həmçinin də dünyaya aid olanı var. Axirətə aid olanı odur ki, Allah qorusun, cəhənnəmə girməyə səbəb olan günahın, fəsadının səndən dəf edilməsidir. Dünyaya aid olanı isə belə ki, insan qadağan olunmuş şeylərdən uzaq durduqda Allah onu sevər, ona yardım eləyər, onu dəstəkləyər və tərk etdiyi şeyin əvəzinə ona tərk etdiyindən daha xeyirlisini verər. Və bunlardan biri də bildiyimiz və ya bilmədiyimiz dünyəvi fəsadlardır ki, qadağan olunmuş şeydən uzaq durmağınla Allah onları səndən dəf edər və səni onlardan qoruyar. Ona görə də biz bir bəndə olaraq bilməliyik ki, deməli, uca Allah şəriəti əbəs yerə yaratmayıb, Quranı da əbəs yerə indirməyib və o bunu yalnız Quran-ı Kərimi böyük bir hikmətə görə indirib və orada əzəmətli hikmətlər var. Və buna görə də deyirik ki, həqiqətən Quran-ı Kərimdə şəriətin məqsədləri çoxdur və inşallah biz bu məqsədlərdən böyük əsas olanlarını seçəcək, hansı ki, onlara ehtiyac böyük, faydaları əzəmətli və hər tərəflidir. Yaxşı, bəs biz şəriətin məqsədləri dedik.
Yəni alimlər şəriətin məqsədləri dedikdə, məqasid-i şəriə dedikdə onlar nəyi nəzərdə tuturlar? Nəyi qəsd edirlər? Bu barədə şeyximiz Şeyx Süleyman Ər-Ruheyli, Allah onu qorusun, deyir ki, məqasid-i şəriə, şəriətin məqsədləri mənasını deyilmiş ən dəqiq tərif hiyəl hikəmulləti əradəhəllah azza və cəl min şər'ihi li təhqiq ubudiyyətihi və islah li ibadi fil məaşi vəl məad. Yəni deməli, məqasid-i şəriə, şəriətin məqsədləri odur ki, bəndələrin tək Allaha ibadətini, qulluğunu gerçəkləşdirmək, habelə qulların bu dünyadakı, yaşayışdakı və axirətdəki hallarını düzəltmək üçün uca Allahın qoyduğu qayda qanunlarla, şəriətlə istədiyi hikmətlərdir. İndi isə tərifin yəni hər kəlməsinə keçid alaq, bəzi kəlmələrinə keçid alaq. Tərifdə qeyd olundu ki, əl-hikəm, hiyəl hikəmulləti əradəhəllah. Hikmətlər, Allahın istədiyi hikmətlər. Yəni hikmətlər sözü, yəni şəriətdə hikmətlər, yəni şəriətdə nəzərdə tutulan ali hədəflər, uca qayələr, uca məqsədlərdir. Yəni bunlar ümumilikdə cəlb-ül masalih və dər'il məfasid, məsləhətlərin, faydaların cəlb edilməsinə və fəsadların, zərərlərin dəf olunmasına dayanır. Və tərifdə keçən iradə isə əradəhəllah, burada istək isə yəni şəri istəyi nəzərdə tutulur uca Allahın. Yəni biz bilirik ki, yəni Allahın iradəsi iki növdür. Kavuni qədəri iradə və bir də şəri əmri iradə. Kavuni qədəri iradə yəni heç bir şey, yəni bundan heç bir şey kənarda qala bilməz. Bu iradə Allahın sevdiyi şeylərə də, sevmədiyi şeylərə də aid olur. Amma ikinci şəri əmri iradə isə bu iradə baş verə də bilər, baş verməyə də bilər. Yəni misal olaraq Allah şəri əmri iradə ilə insanın namaz qılmağını istəyir və insana namaz qılmağı əmr eləyir. Və insan əgər namaz qılırsa və bu zaman həmin iradə gerçəkləşmiş olur. Şəri iradə, şəri əmri iradə artıq reallaşmış olur və beləcə biz bilirik ki, Allah bunu səndən həm yəni şəriət baxımından, həm də qədər baxımından istəyib. Yox, əgər Allah qorusun, insan namaz qılmasa, bu zaman şəri əmri iradə yəni gerçəkləşmiş olmur. Çünki o insan namaz qılmadı və biz bildik ki, Allah bunu ondan kavnən və qədər baxımından istəməmişdir. Deməli, alimlər Allahın istədiyi dedikdə, burada deməli, əradəhəllah, burada yəni şəri əmri iradə nəzərdə tutulur. Yəni, Allahın sevdiyi şeylər. Şəri əmri iradə dedik ki, Allahın sevdiyi şeylər, o şeylər baş tuta bilər, baş tutmaya da bilər. Və həmçində istəsən, alimlər qeyd edirlər ki, belə də deyə bilərsən, iradə şər'iyyət tələbiyyə, şəri tələbi iradə, həmçində buna bu cürdə ad vermək olar. Əhl-i-Sünnənin bu məsələdə etiqadı, yəni deməli, hikmətlər məsələsində etiqadı odur ki, uca Allah şəriəti yalnız hikmətlər üçün qoyub, çünki o hikmət sahibidir və biləndir, həmçində şəfqətlidir. Deməli, şəriətin tamamı hikmətlərdən ibarətdir. Lakin bu məsələdə əhl-i-sünnəyə müxalif olan bəzi kəslərin söylədikləri isə bundan ibarətdir ki, onlar deyirlər ki, şəriət qoyulduğu anda, təşri anında ortaya çıxan hikmətləri Allah şəriətlə istəməmişdir. O, şəriəti yalnız sırf iradəsi, məşiyyəsi ilə, istəyi ilə qoymuşdur. Şəriətin tətbiqi zamanı ortaya çıxan bu hikmətlərə gəldikdə isə onlar şəriət verilərkən ortaya çıxıb. Amma şəriətin özü tərəfindən qəsd edilməmişdir. Yəni Allah, deyirlər ki onlar, yəni Allah şəriəti qoyarkən hikmətə qəsd etməyib. Hikmət sadəcə təşri zamanı özü-özünü ortaya çıxıb. Yəni məsələni
daha da yaxınlaşdırmaq üçün bir misal çəkək. Əgər bir şəxs zərərli bir ilanın süründüyünü görsə, zəhərli ilanın süründüyünü görsə və onun ilan olduğunu, həm də zərərli olduğunu bilsə, sonra ağacı götürüb gedin onun başına vurub onu öldürsə, bu şəxs ilanın zərərini uzaqlaşdırdı, yoxsa uzaqlaşdırmadı? Həmçinin bu şəxs zərəri qəsdən və iradə ilə uzaqlaşdırdı, yoxsa ki, qəstsiz, iradəsiz? Təbii ki, bu şəxs, həmin bu şəxs deməli, bu ilanı öldürdü, zəhərinə görə zərəri uzaqlaşdırdı və həmçinin onu qəsdli şəkildə öldürdü. Yəni, bu insan ilanı qəsdlə, iradə ilə, elmlə, qüdrətlə və əməllə uzaqlaşdırdı. Amma digər bir misal, eyni ilə bu misala yaxın birisi, başqa bir insan evin damında əyləşsə, orada xırda daşlar tapıb onları damdan aşağı tullasa və daş anidən bir ilanın başına düşüb onu öldürsə, o ilanın zərərini uzaqlaşdırdı, yoxsa yox? Əlbəttə ki, uzaqlaşdırdı, lakin o bunu qəsd etməmişdi və istəməmişdi. Və bu nəticə sadəcə onun əməli zamanı baş verdi, lakin onun iradəsi ilə baş verməmişdir. Ona görə də uca Allah yəni bir şəriəti yaradıb və həmçində onunla bərabər hikmətləri qoyub. Ona görə də Əhlüsünnə bu məsələdə hikmətlər mövzusuna deyirlər ki, şəriətdə gördüyümüz və heç kəsin inkar etmədiyi bu hikmətləri Allah şəriəti qoyarkən təşri anında istəyib, bunları qoyub və şəriəti qoyduqda bu hikmətləri istəyib, iradə edib, bu onun bəndələrinə olan bir rəhməti, ehsanı, lütfü və həmçində olan bir kərəmidir, bir yaxşılığıdır. Amma müxaliflər isə deyirlər ki, xeyr, əmr və qadağalar bir hikmətə görə deyil, sadəcə əmr etmək istədiyi üçün əmr edib, qadağan etmək istədiyi üçün isə qadağan edib. O zaman onlardan soruşulur, yaxşı, bəs gördüyümüz bu hikmətlərə nə deyirsiniz? Deyirlər ki, bu əmr şəriətə daxil edildikdə bu hikmət ortaya çıxıb. Hikmət sonradan, yəni elə belə ortaya çıxıb. Yəni Allah bunu istəməyib, iradə eləməyib. Lakin bu şəriət qoyulduğu anda, təşri anında əvvəlcədən iradə olunmamışdı, məqsəd qoyulmamışdı. Lakin Əhlüsünnənin görüşü isə dəlillərin göstərdiyi və Allahın istədiyi aşkar hikmətə dəlalət edən görüşdür. Quran da buna sübut olaraq deyir ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Yəni öz şəriətində. Və sonra isə tərifdə keçdik ki, deməli, tərifdə qeyd olundu ki, litəhqiq ubudiyyətihi. Ubudiyyəni, Allaha olan qulluğu, bəndəliyi, ibadəti gerçəkləşdirmək üçün. Şəriətin ən əzəmətlisi və şəriətin əksəriyyəti, əziz müsəlmanlar, əmrlərdən və qadağalardan ibarətdir. Yəni Allahın əmrlərdən və qadağalardan iradə etdiyi şeylərdir. Və ona görə də bu nöqtəyə diqqət etməliyik ki, yəni Allah Subhanahu wa Taala məqsədlər var Quran-ı Kərimdə və həmçində məqsədlər, hikmətlər ona görə qoyulub ki, insan ubudiyyəni, Allaha olan qulluğu gerçəkləşdirsin. Ona görə də yəni bu ifadə, qeyd etdiyimiz bu ifadə ubudiyyəni gerçəkləşdirmək, Allaha olan qulluğu gerçəkləşdirmək şəriətin ən böyük hikmətinə bir işarə və bəyandır. Şəriətin ən böyük hikməti nədir? Rəbbimizə, tək olan ilahımıza, haqq olan ilahımıza olan bəndəliyimizi, qulluğumuzu, ibadətimizi gerçəkləşdirmək, reallaşdırmaq. Çünki biz əslində məhz buna görə yaradılmışıq. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Deməli, yaradılışımızın hikməti Allaha ibadət etməyimiz və Allaha onun şəriəti ilə ibadət etməyimiz, beləliklə şəriətin hikməti Allaha qulluğumuzu reallaşdırmaqdır.
Ona görə də əziz qardaş abazlarım, bu hikmət mömin kəs üçün əmrə itaət etməyə tam kifayətdir. Mömin şəxs şəriətin qoyulmasının ən böyük hikmətinin Allaha qulluğunu gerçəkləşdirmək olduğunu bildikdə, onun qəlbi Allahın şəriətinə qarşı yumuşalar və Allahın şəriətinə boyun əyərək itaət eləyər. Əgər bir insan yanımıza gəlib desə ki, mən isbalın, yəni paltarı topuqdan aşağı uzatmağın, geyinməyin haram edilməsindəki hikməti bilmək istəyirəm, hikməti bilməyincə əməl etməyəcəyəm, yəni paltarımı topuqdan yuxarı geyinməyəcəyəm, biz ona deyirik ki, hikmət Allaha olan ubudiyyətini, qulluğunu, bəndəliyini gerçəkləşdirməyin və Allahın əmrinə tabi olduğunu göstərməyindir. Bu əmrə itaət etmək üçün tamamilə kifayətdir. Bununla belə bu yeganə hikmət deyil, lakin üstün olan ən böyük hikmətdir ki, Allah əmr eləyib. Şəriət belə buyurub, şəriət belə əmr eləyib. Və həmçinin də bunun içərisində deməli sənin üçün bir islah var. Paltarın topuqdan yuxarı geyinməsində sənin üçün bir xeyirlər var, faydalar var. Deməli, bəndələr üçün islah yalnız Allahın şəriətin ola bilər və yer üzü də yalnız uca Allahın şəriətin islah ola bilər. Və həmçinin tərifdə keçən islah kəlməsi isə, necə ki, tərifdə buyuruldu ki, qeyd olundu ki, onların məişətlərinin, bu dünyalarının və axirətlərinin islah olunması, yəni burada islah deyildiyi zaman nəzərdə tutduğumuz mütləq, kamil, ümumi və əhatəli olan islahdır. Bəzi insanlar ilahi şəriət olmadan da öz dünyalarında uğur qazana və həmçinin irəliyə və inkişaf edə bilərlər. Lakin onlar daxilən məğlub, qəlbləri isə boşdur. Ümumi və əhatəli islah isə yalnız şəriətdədir. Yəni bəndələrin həm dünyadakı, həm də axirətdəki hallarının islah olunmasındadır. Ona görə də qardaş abazları, müsəlmanlar, bu çox mühüm bir məsələdir. Məqsədlər və hikmətlər bəzi cahillərin zənn etdiyi kimi yalnız axirətə xas deyil. Onlar tərki dünyalıqla adlandırdıqları, lakin əslində zühd olmayan bir əməllə ortaya çıxıblar və deyirlər ki, məqsəd axirəti yalnız axirəti abad etməkdir, səhmana salmaqdır. Dünyaya gəldikdə isə onun heç bir dəyəri yoxdur. Bu fikir dünyanın özlüyündə bir dəyəri olmaması baxımından doğrudur. Lakin dünya bilmək lazımdır ki, axirətə aparan bir yol və axirətin tarlasıdır. Deməli, şəriət dünyanı islah etmək üçün gəlib. Şəriət bizim üçün təmiz geyinməyi, təmizlənməyi, ona riayət etməyi və dünyavi işlərin axirət əməlimizə üstün gəlməməsi şərti ilə dünyada çalışmağı bizlərə buyurub. Və bəzi insanlar da var ki, bugün eşitdiyimiz şeylərin çoxsu belədir. Onlar dünyadakı hikmətlərlə, yəni daha doğrusu dünyadakı hikmətlərə və məsləhətlərə baxırlar və bütün baxışları dünyadakı hikmətə, siyasi hikmətə, hizbinin, partiyasının baxış bucağına yönəlir. Görürsən ki, onlar məsləhəti, faydanı təmin etmək bəhanəsi ilə şəriətin bəzi hökmlərini tərk ediblər. Misal olaraq, özlərini İslami qruplara aid edən bəzi siyasətçilərin naməhrəm qadınla əl tutub görüşməyi, əl-ələ görüşməyi, görürsən ki, onlar bunu icazəli görürlər və deyirlər ki, məsləhət, fayda bunu tələb edir, hikmət bundadır. Yəni, bu şəxs bilsin ki, sırf dünyəvi məsləhətə baxıb, lakin uxravi, axirətə aid olan məsləhətə baxmayıb. Və dəlillərin göstərdiyi sağlam balans bundan ibarətdir ki, hikmətlər həm dünyada, həm də axirətdə mövcuddur. Necə ki, uca Allah buyurur, وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى Axirət isə daha xeyirli və daha qalıcıdır. Əla surəsi 17-ci ayə. Və şəriətin məqsədlərinin mənası da məhz budur. Şəriətin məqsədlərinin, yaxşı, biz qeyd elədik ki, əvvəldə biz Quran-ı Kərimdə olan
yəni böyük şəri məqsədlərdən danışacaq. Yaxşı şəri məqsədlərin, şəriətin məqsədlərinin Quran-ı Kərimlə əlaqəsi nədir? Alimlər deyirlər ki, məqasid-i şəriənin Quran-ı Kərimlə olan əlaqəsi iki baxımındandır. Birincisi bilmə və tanıma əlaqəsi, ikincisi isə təfsir əlaqəsidir. Birinci tərəfə gəldikdə bilmək, tanımaq əlaqəsi, yəni Allahın hikmətlərini tanıdığımız və öyrəndiyimiz ən əzəmətli yol Quran-ı Kərimdir. Çünki Allahın kəlamıdır. Allah öz muradını, nə istədiyini Quran vasitəsilə bizə xəbər verir. Beləliklə, əgər hikməti bilmək istəsək, baxacağımız ilk yer Quran-ı Kərimdir. Hikməti onun içində axtaracaq. İkinci məsələyə gəldikdə isə bu təfsir əlaqəsidir. Şəriətin məqsədlərini, məqasidləri bilmək ayələri anlamağa kömək eləyir. Əgər bir ayədəki hikməti bilsək, ayəni səhih, dəqiq və kamil bir şəkildə başa düşərik. Deməli, hikməti bildikdə, bu bilik səhih olduqda, Quran anlamağın və onun üzərində tədəbbür etmək, yəni daha böyük olacaq. Beləliklə, məqasid elmi uca Allahın kəlamını təfsir etməyə insana kömək eləyir. Quran-ı Kərimdə şəriətin məqsədləri çoxdur, lakin biz bu məqsədləri daha da aydınlaşdırma və maraq oyatmaq üçün onların bəzilərinin üzərinə dayanacaq. Çünki hamımızın məqsədlərə ehtiyacı var. Hətta bütün ümmətin bu zaman kəsində həmin bu məqsədlərə, şəriətin məqsədlərinə böyük ehtiyacı var. Ümmət hər bir zamanda Allahın kəlamına möhtacdır, həqiqi kəlamına. Lakin indi biz elə bir zamandayıq ki, burada şəhvətlər üzərimizə tuğyan eləyib, onların qapıları böyüyüb və səbəbləri çoxalıb. Mömin kəs uca Allahın kəlamına düzgün şəkildə qayıtmağa böyük ehtiyacı var. Şəhvətlərin bu coşqun tufanı qabağında duruş gətirə bilməsi üçün və güclənməsi üçün. Həmçinin biz elə bir vaxtda yaşayırıq ki, ümumi və bürüyücü fitnələr zamanındayıq. Orada şübhələr çoxalıb, batil sahibləri, batil əhli, bidət əhli insanlara şübhələr atmaqda mahirləşiblər. Müxtəlif incə üsullar kəşf ediblər. Hətta şübhələri insanlara çatdırmaq üçün mütəxəssislərdən, media mütəxəssislərindən istifadə etməyə başlayıblar. Xüsusən də yeni media, sosial şəbəkələrdə görürsən ki, onlar batil fikirlərini yayırlar. Buna görə də biz Rəbbimizin kitabına doğru, səhih və sağlam anlayışla qayıtmağa çox böyük və təcili bizim ehtiyacımız var. Rəbbimiz bizi bu şübhələrdən qorusun. Uca Allah bizləri onun dini üzərində sabit eləsin. Uca Allah bizləri eşitib yaxşısını tabi onlardan etsin. Subhanəkəllah və həmdikə əşhədu ən la ilahə illən əstəxirukə ətubu ileyk.